Həkimlərin ən çox gecə yuxusuz qaldığı anlar hansılardır? Həkimlərin ən çox gecə yuxusuz qaldığı anlar mən iki qrupa bölərdim. Birincisi, hər bir həkim bir həkimlik yolunu cavanlığından başlayır, müəyyən bir yaşa qədər həkimliyini davam elətdirir və o cavan devrində daha çox növbələrə qalır. Bir yuxusuz gecələr onda olur, səhərəcən yatmırsan, əksər hallarda əməliyyatlarda girirsən və yaxud da ki, müəyyən xəstələrin vəziyyəti olur, çağırışlara gedirsən. Belə desək, praktik olaraq yatmırsan. Amma ikinci variantda isə bir də həkimlərin növbədə olmadan yatmadığı gecələr var. Cərrahi nəzərdə tutun, cərrahın bir ağır xəstəsi varsa da və o xəstənin sağalması sual altındadırsa və cərrah bilir ki, yəni bu apardığı müalicə əməliyyatdan sonra hər hansı bir ağırlaşmadan bu xəstə həyatını itirə də bilər, qala da bilər. Xəstə həyatla ölüm arasında olan bir durumdadırsa da elə gecələrdə cərrahın gözünə yuxu yatmaz. Bütün beyni, bütün düşüncəsi, inanın deyirəm, tam səmimi olaraq o xəstə ilə olacaq.